Qismətimdə yox imiş deyib kənara çəkilmək, bu təslimiyyət deyil. Bu sadəcə öz qorxularına və tənbəlliyinə qədər adını qoymaqdır. İbnül Ərabi əsrlər öncə xəbərdarlıq edib, hərəkət etməyən su iylənər, axan su isə paklanar. Sən hansısan? Həyatının dəyişməsini istəyirsən, amma olduğun yerdən tərpənmirsən. Möcüzə gözləyirsən, amma qapını döymürsən. Bugün o yuxudan oyanmaq vaxtıdır. Qismət gözləyənlərin deyil, yola çıxanların mükafatıdır. Çox vaxt deyirik, nəsibimdə varsa gələr, alnıma nə yazılıbsa o da olacaq. Və sonra əllərimizi qoynumuza qoyub gözləyirik. Amma heç düşündünmü, bəlkə də sənin qismətimdə yoxdur deyib imtina etdiyin o gözəllik, əslində sənin bir addım irəli atmağını gözləyirdi. Bəlkə qismət göydən düşən bir daş deyil, sənin əllərinlə yonduğun bir heykəldir. Böyük İslam mütəfəkkiri Şeyxül Əkbər Muhiddin İbnül Ərəbi əsrlər öncə bizə sarsıdıcı bir həqiqəti pıçıldayıb. O deyir ki, insan passiv bir izləyici deyil. İnsan Allahın yaratdığı bu nəhəng kainatda öz qədərinin aktiv iştirakçısıdır. Bugün səninlə bir yola çıxacağıq. Bu yolun sonunda bəxtim gətirmir cümləsini lüğətindən siləcəksən. Anlayacaqsan ki, çalışmaq qədərə qarşı gəlmək deyil, əksinə ən gözəl qədərə qovuşmaq üçün Allahın bizə verdiyi bir açardır. İbnül Ərabi Fütuhat-ı Məkkiyyə əsərində kainatın durğun olmadığını, hər an yeniləndiyini söyləyir. O buyurur ki, Allah hər an bir şandadır, yəni yaradılışdadır. Kainatda təkrar yoxdur, hər nəfəs yeni bir imkandır. Bunu öz həyatına tətbiq et. Əgər kainat hər an yenilənirsə, sən niyə köhnə fikirlərinlə, mən bacarmıram, mən şanssızam düşüncələri ilə eyni yerdə qalmısan? Su bir yerdə qalanda iylənər, xarab olar. Amma axan su isə təmizlənər, həyat verər, daşları yonar və yolunu tapar. İnsan da belədir. Bəzi insanlar deyir, Allah mənim ruzimi ayırıb, nəyə özümü yorum? Bəli, Allah rəzzaqdır, yəni ruzi verəndir. Amma İbn Ərəbi burada bizə incə bir hikməti xatırladır. Allah səbəbləri yaratdı və öz lütfünü o səbəblərin arxasında gizlətdi. Yəni, Allah sənə buğdanı verər, amma çörəyi bişirmək üçün xəmiri sən yoğurmalısan. Allah sənə ağlı verər, amma elmi qazanmaq üçün gecəni gündüzə qatıb oxuyan sən olmalısan. Qismətinə küsmək, əslində öz tənbəlliyinə bəraət qazandırmaqdır. Allahın xəzinəsi sonsuzdur. O xəzinədən pay almaq üçün əlini uzatmaq, qapını döymək lazımdır. Qapını döyməyən niyə açılmadı deyə şikayət edə bilməz. İbnül Ərəbinin fəlsəfəsində ən önəmli anlayışlardan biri istedaddır. Bu, müasir dildəki talent deyil. Bu, ərəbcədən tərcümədə qəbul etmə qabiliyyəti, hazır olma halı deməkdir. Şeyx buyurur ki, haqqın nuru və rəhməti hər kəsə eyni dərəcədə yağar. Amma hər varlıq öz istedadı qədər o nurdan pay alar. Gəl bunu sadə bir misalla izah edək. Təsəvvür et ki, güclü bir yağış yağır. Bu yağış Allahın rəhmətidir, bərəkətidir, ruzisidir. Bir nəfər əlində balaca bir stəkanla çölə çıxır, digəri isə böyük bir kəllə ilə, yəni vedrə ilə. Yağış bitəndə stəkanı olan deyir, Allah mənə az verdi. Kəlləyi olan isə deyir, şükürlər olsun, bol ruzi qazandım. Burada günah yağışdadırmı? Xeyr. Yağış hər ikisinə eyni yağdı. Fərq onların tutduğu qabda idi. Bax, çalışmaq, zəhmət çəkmək, öyrənmək, inkişaf etmək sənin o qabığı böyütməyindir. Sən passiv durduqca qabın balaca qalır. Amma sən mən daha yaxşısını edə bilərəm deyib hərəkətə keçəndə, elmini artıranda, sənətini təkmilləşdirəndə, əxlaqını gözəlləşdirəndə, öz mənəvi və maddi qabığı genişləndirirsən. İbn Ərəbi deyir ki, qismətini günahlandırma, qabına bax. Onu genişlət ki, ilahi rəhmət ora daha çox dolsun. Demək ki, daha yaxşı bir qismətə sahib olmaq üçün daha böyük bir insan olmaq lazımdır. Quran-ı Kərimdə Məryəm surəsində çox ibrətamiz bir hadisə var. Həzrəti Məryəm İsa peyğəmbəri dünyaya gətirəndə çox ağırlı və halsız idi.
O, quru bir xurma ağacının altına sığındı. Allah ona vəhy etdi ki, xurma ağacını özünə tərəf silkələ ki, üzərinə təzə xurma tökülsün. Məryəm surəsi 25-ci ayə. Burada dayan və düşün. Allah Məryəmə o xurmanı birbaşa səbətə qoyub verməzdimi? Əlbəttə verərdi. O, ol desə, hər şey olar. Bəs niyə halsız, yorğun bir qadına ağacı silkələ əmrini verdi? Çünki Allah bizə bir qanunu öyrədir, hərəkət qanunu. Quru ağacı silkələmək səbəbə yapışmaqdır. Ruzini verən Allahdır, amma o ağaca əl uzadıb bunu tərpətmək sənin vəzifəndir. İbn Ərəbi bu hadisəni şərh edərkən buyurur ki, Allah qulunun cəhdini görmək istəyir. O qulunun hərəkətindəki səmimiyyəti sevir. Sən evində oturub Allah kərimdir deyirsən. Doğrudur, Allah kərimdir. Amma sən o xurma ağacını silkəliyirsənmi? İş axtarırsanmı? Yeni bir bacarıq öyrənirsənmi? İnsanlara faydalı olmağa çalışırsanmı? Yoxsa sadəcə möcüzə gözləyirsən? Unutma, möcüzələr hərəkət edənlərin qarşısına çıxar. Çalışmağın, zəhmətin insana verdiyi tək şey pul və ya məqam deyil. Zəhmət insanın ruhunu cilalayır. Tənbəl insan daxildən çürüyən insan kimidir. Onun içi vəsvəsələrlə, qorxularla, həsədlə dolar. Amma çalışan, alnının tərini tökən insan bərəkət deyilən sirrə qovuşur. İbn Ərəbi deyir ki, hərəkətdə bərəkət vardır. Çünki hərəkət həyatın əlamətidir. Durğunluq isə yoxluğun qardaşıdır. Sən çalışdıqca qismətin də dəyişər. Necə? Birincisi, sən dəyişdiyin üçün layiq olduğun şeylər dəyişər. İkincisi, Allah çalışan quluna təvfiq bəxş edər. Təvfiq, sənin zəhmətinin Allahın iradəsi ilə üst-üstə düşməsi, işlərinin rast getməsidir. Bəlkə bugün işlərin düz getmir, bəlkə dəfələrlə yıxılmısan. İbn Ərəbi sənə səslənir. Ümidsizlik qulun Rəbbini tanımamasıdır. Əgər bir qapı bağlanıbsa, o qapını döyməkdən yorulma. Ya da bəlkə başqa bir qapı, daha böyük bir qapı səni gözləyir və sən o qapıya çatmaq üçün yeriməlisən. Qədər sənin seçimlərinlə hörülən bir naxışdır. Sən bugün tənbəlliyi seçsən, qədərin məhrumiyyət olar. Sən bugün zəhməti seçsən, qədərin mükafat olar. Qələm Allahın əlindədir, amma o qələmlə nə yazılacağında sənin duaların və səylərinin payı böyükdür. Əgər bugün bu videonu izlədinsə, bəlkə də bu sənin oyanışın üçün bir işarədir. Qismətin gözəl, yolun açıq, zəhmətin bərəkətli olsun. Növbəti videolarda görüşmək ümidi ilə videonu bəyən və paylaş ki, bu həqiqət işığı başqalarına da çatsın. Allah amanında.